Salam əziz izləyicilər. Bu günləri mart ayının 15-i Şamaxı rayonunun hansı kənddir? Təklə kəndindəyik. Burada gilas bağının budanmasını həyata keçiririk. Gördüyünüz ağaclar ənənəvi kök üstündədir. Dədə-baba calaqaltı üzərindədir, toxumacağın üzərindədir. Burada gördüyünüz kimi 3 illik ağacdır. Budama apardı. Ona indi növbəti budamanı da biz aparıb ağacı formalaşdırmağa çalışacağıq. Deməli, burada çox yaxşı budaqlanma var, hər tərəfində budaq var. Sadəcə olaraq bir-birinə paralel, üst-üstə çıxan, bir-birinə əks olan budaqlar var. Onları götürəcək və ağacın gələcəyi formalaşdıracaq. Deməli, bu budaq çox aşağıdadır. Götürürük. Burada içəri gedən budağı götürürük. Qalan budaqları isə formalaşdırırıq. Yəni, yan budaqları almaq üçün daşıyırıq. Burada bu budağı ona görə çıxarmadım ki, hələ ki. Bu da yəni açıq budaqdır, çox içəri getmir. Bir-iki ilə də yəni ağırlar basdıqca biraz da açılacaq. Və salam. Yəni ağacımızın budaması bu cür hələlik planlaşdırdıq. Çünki burada və burada budaqlar yoxdur. Budamanı aparmaqla, bunları kəsməklə biz ağacın hər tərəfində budaqlar alacağıq və gələcəyi vaza formasında davam edəcək. Bu qədər əziz izləyicilər. Videolarımızı bəyənməyi unutmayın. Qeydiyyatdan keçin. Hələlik görüşənədək. Sağ olun.